Martın 3-dən etibarən İran ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyub. Hökumət bildirir ki, daşınmalar növbəti xəbərdarlığa qədər bloklanıb. Hazırda regionda baş verən proseslərin təsiri Azərbaycan bazarında da hiss olunmağa başlayıb. İranda gedən müharibə fonunda İrandan ölkəmizə gətirilən məhsulların bir qismində qıtlıq, bir qismində isə qiymət artımı müşahidə edilir. Elə satıcılar da bu faktı təsdiqləyir. Onların sözlərinə görə ixrac və istehsalda yaranan problemlər məhsulların qiymətinə öz təsirini göstərir. Qiymətlərdə artım var, bəli. Yoldan bağlı olmaqdır. Müharibə öyrənən ölkə. Ortalama 1 manat, 2 manat artım vardı kiloda. Daha çox hansı məhsullarda artım müşahidə olunur? İrandan gələn hər məhsulda artım var. Püstədir, alçadır, xurmadır, albuxaradır. Alça gəldi 5 manata, indi olub 6 manat. Sonra xurmadır, 6 manat xurma olub 8 manat, 7 manat 50 qəpik. Püstə 22-23 manat idi, olub 30 manat. Satıcılar deyirlər ki, bəzi məhsulların gəlişi ümumiyyətlə dayandırılıb. Əsasən İran yağlarında və İran püstəsində qıtlıq var. Yəni bazarda hiss olunur ki, bu məhsullarda qıtlıq var. Və həmişə bolluq olub, heç bir bundan əvvəlki illərdə bu məhsullarda əziyyət çəkməmişik. Amma bu il bəli, dediyim problemlə əlaqədar məhsullar, o iki əsas məhsul, yağ və İran püstəsi problemlidir. İrandan gələn məhsullardakı qiymət artımı alıcıların da gözündən yayınmır. Novruz və Ramazan bayramlarının eyni günə təsadüf etməsi alıcıların bayram bazarlığına xüsusi diqqət ayırmasına səbəb olub. Ancaq bazara üst tutan insanlar kifayət qədər məhsul ala bilmədiklərini və qiymətlərin də xeyli qalxdığını bildirirlər. Çərəzlərdə müəyyən qədər artım var. Xurmalarda da var artım. Xurmada da var, çərəzlərdə də var. Çərəzlərdə də var. Nə qədər artım var sizdə? Çoxdur, azdır, 1 manat, 2 manat. Yox, bir 10-15%. 10-15% Artım var, hə. Çərəzlərin eləsi var ki, məsələn, keçən ilə nisbətən 100% artıb. İrandan gətirilən mallarda, çərəzlərdə, xurmalarda ümumiyyətlə artım müşahidə eləmişsinizmi? Az miqdarda. Az mı? Nə qədər təqribən? 1-2 manat. 2 manat. Hansı məhsullardır? Əsas yağlardır. Sonda gəldiyimiz qənaət budur ki, paytaxt bazarlarında İran məhsullarının qıtlığı hələlik cüzi hiss olunur. Amma logistika əlaqələrinin uzun müddət bərpa olunmaması və ixrac məhdudiyyətlərinin davam etməsi halında bu, bazarda ciddi qiymət artımına və məhsul çeşidinin azalmasına gətirib çıxara bilər.